Növbəti feil объединить, объединять, birləşdirmək. Eyni zamanda соединить, соединять feillərdə birləşdirmək kimi tərcümə edilir. Bəzi hallarda calamaq kimi tərcümə edilə bilər. Nə zaman soединить, соединять calamaq kimi tərcümə olunur? Əgər siz elektrik naqilləri birləşdirirsinizsə, o zaman düzdür, biz birləşdirmək kimi də deyə bilərik, calamaq kimi də. Amma bu feildən biz istifadə etməliyik. Əgər elektrik naqilləri birləşdirirsinizsə, o zaman deyəcəksiniz соединить, соединять feillərlə. Amma əgər biz insanları bir araya toplayırıqsa, bir qrupa birləşdiririksə, o zaman объединить, объединять feillərlə istifadə edib quracağıq. Deməli, əgər biz insanları bir qrupa birləşdiririksə, olacaq объединить, объединять. Naqilləri biz birləşdiririksə, eyni zamanda calayırıqsa, olacaq соединить, соединять. Amma nə zaman biz соединить, соединять birləşdirmək kimi tərcümə edirik. Məsələn, biz qidada əgər yumurta ilə şəkər tozunu birləşdiririksə, o zaman bu feildən biz istifadə edəcəyik. İnanıram ki, aydın oldu. Gəlin cümlədə yenə də sizin üçün başa salım. Deməli, объедините две группы в одну. Görürsünüz, iki qrupu birinə birləşdirin. Объедини, birləşdir, объедините, birləşdirin. Объедините две группы в одну. İki qrupu bir yerə, elə ki, bir qrupa birləşdirin. Sadəcə burada в одну qrupu deyilmir. Qrup sözü iki dəfə deyilmir. Bir dəfə deyil, ikinci dəfə artıq deyilmir. Deməli, iki qrupu bir qrupa birləşdirin. Biz deyə bilərik ana dilimizdə. Eyni zamanda bu cürdə tərcümə edə bilərik. Amma rus dilində deyilmir. İkinci dəfə. Две группы deyilir, amma в одну qrupu deyilmir. Desəz də səhv olmaz yenə də. Sadəcə ikinci dəfə söz deyilmir rus dilində. Объедините, görürsünüz burada qrup deyəndə insanlar nəzərdə tutulur. Buna görə biz объединить feilindən qurduq. Объедини, birləşdir, bir nəfərə deyirik. Объедините, bir neçə nəfərə. Birləşdirin. Eyni zamanda əgər bir şəxsə biz siz deyərək müraciət ediriksə, o zaman cəmdə demiş olacağıq. Не объединяй эти две команды. Bu iki komandanı birləşdirmə. Не объединяй. Пусть играют раздельно. Раздельно ayrı deməkdir. Qoy ayrı oynasınlar. Играют cəmdə. Qoy ayrı oynasınlar. Baxın, раздельно sözü var və отдельно. Fərq nədədir? Раздельно, əgər biz komandanı, qrupu nəzərdə tuturuq və bir yerdə yox, məhz ayrı-ayrı. O zaman раздельно sözündən biz istifadə edəcəyik. Çox vaxt elə əgər qrupları nəzərdə tuturuqsa, komandaları nəzərdə tuturuqsa, bu zaman biz раздельно deyəcəyik. Раз. Görürsünüz? Раз sözün önünə раз qoşularaq deyiləcək. Раздельно. Ayrı-ayrı. Отдельно. Məsələn, sizdən ayrı. Elə ki, kimdənsə ayrı. Bu cür tərcümə ediləcək. Отдельно. Отдельно. Sizdən ayrı, kimdənsə ayrı. Amma раздельно bir-birindən ayrı. İki qrup bir-birindən ayrı. Elə bil ki, bir yerdə yox, məhz ayrı-ayrı. İnanıram ki, bu sözlər də sizin üçün aydın oldu. Əgər sualınız yaranarsa, yazın, yenidən başa salacağım. Соедините два шнура вместе. İki şnuru, iki naqili, burada naqil də demək olar. İki naqili bir yerdə, elə bil ki, calayın. Bir yerə də demək olar. İki naqili bir yerə calayın. Burada şnur, naqil kimi biz tərcümə etdik. Buna görə də biz bu feildən istifadə edərək deyəcəyik. Соедините, calayın. Вместе birlikdə deməkdir. Birlikdə birləşdirin. Bu cürdə demək olar. Elə ki, bir-birinə calayın. Burada вместе sözünü bir-birinə kimi də tərcümə edilə bilər. Deməli, iki naqili bir-birinə birləşdirin. Belə tərcümə etsək daha düzgün olar. Bir-birinə. Один в один olmur. Məhz вместе deyəcəyik bu halda. Один в один, biri o birinə, amma biri o birinin içinə belə tərcümə olunur. Məsələn, iki dənə qutu götürdünüz və birini o birinin içinə saldınız. Olacaq один в один. Amma burada два шнура вместе olacaq iki naqili bir-birinə birləşdirin. Не соединяй линии. Liniyaları birləşdirmə.
Calama da demək olar. Burada baxır hansı liniyaları. Əgər biz telefon liniyası nəzərdə tuturuqsa, birləşdirmə də deyə bilərik, calama da deyə bilərik. Yenə də burada əgər sadəcə belə deyək də, naqil nəzərdə tutulmursa, bu zaman birləşdirmək kimi tərcümə ediləcək. Əgər məhz liniyaların naqilləri nəzərdə tutulursa, bu zaman calamaq kimi tərcümə oluna bilər. Не соединяй линии. Liniyaları birləşdirmə. Calama. Eyni zamanda bu cür də deyə bilərik. Разъединить, разъединять və разделить, разделять. Bu antonimlərdir. Əgər объединить, объединять birləşdirməkdirsə, onun antonimi olacaq разъединить, разъединять. Соединить, соединять, calamaq, birləşdirmək. Разделить, разделять, ayırmaq, eyni zamanda bölmək kimi tərcümə edilə bilər. Başqa cür, əgər hər hansısa bir əşyanı və nəyisə siz bölürsünüzsə, iki yerə ayırırsınızsa, o zaman delить feilindən biz deyə bilərik. Delить, поделить. Bölmək sözü məhz delить, поделить feillərindən deyiləcək. Разделить, разделять yox, məhz delить, поделить. Amma разделить, разделять hansı halda deməli deyiləcək, yenə də sizə başa salacağım. Deməli, разъединить, разъединять nə zaman ayırmaq kimi tərcümə ediləcək. Əgər burada ayrı idisə, insanlar nəzərdə tutulurdusa bir feil, əgər hər hansı bir başqa əşya və yaxud elektrik naqilisə başqa feil idi. Amma burada məhz ayırmaq sözündə olacaq birlikdə. Deməli, əgər biz qrupları ayırırıqsa, yenə də olacaq разъединить, разъединять. Əgər elektrik naqillərdirsə, birlikdə bitişik olan nəsə varsa, onları ayırırsınızsa, bu feil olacaq. Разъединить, разъединять. Baxın, cümlədə bu cürməz. Разъедини линии. Liniyaları ayır. Не разъединяй şnуры. Elektrik naqilləri ayırma. Свет потухнет. İşıq sönəcək. Потухнет sönəcək gələcək zamanda. Не разъединяй şnуры, свет потухнет. Elektrik naqilləri ayırma, işıq sönəcək. Разъедините эту команду. Bu komandanı ayırın. Разъедините эту команду. Əgər bir komandadırsa və siz onları ayırırsınızsa bir neçə qrupa, o zaman biz deyəcəyik разъедините. Amma əgər sadəcə 10-15 nəfərdirlər və siz onları qruplara bölmək istəyirsinizsə, bu zaman biz разделить, разделять feilindən istifadə edərək deyəcəyik. Разделите их на 3 команды. Onları 3 komandaya ayırın və yaxud bölün. Onları 3 komandaya bölün. Burada bölmək kimi tərcümə edilə bilər. Onları 3 komandaya bölün. Amma разъединить məhz əgər onlar əvvəldən bir komandaydılar və siz indi onları bölmək istəyirsinizsə, o zaman разъединить feilindən qrup deyəcəksiniz. Разъедини эту команду. Bu komandanı ayır. Amma раздели или разделите их на 3 команды. Onları 3 komandaya, на 3 komanda, 3 komandaya böl. Раздели, подели. Hər ikisi bölmək deməkdir. Amma hansı halda bu iki söz bir mənalı olacaqlar. Əgər məsələn 1 kilo konfetdir və siz bu 1 kilonu bölmək istəyirsiniz və yaxud bir çörəkdir və siz bu çörəyi bölmək istəyirsinizsə, o zaman həm раздели deyə bilərik, həm подели. Burada bir söz də var, поровну. Поровну bərabər deməkdir. Раздели поровну, bərabər böl. Подели поровну. Bu halda da biz bərabər böl kimi tərcümə edəcəyik. Deməli, bölmək, раздели, подели. Разделите, поделите. Bölün cəmdə. Burada bu söz elə bil ki, özü gəlir, поровну, bərabər. Çox vaxt bu sözlə biz qururuq cümləni. Подели поровну, раздели поровну, bərabər böl. Не deli, bölmə. Bu sözlər məhz delить, поделить feilindən quruldu. Bölmək. Sırf bölmək mənasında. Növbəti feil. Разделиться, разделяться. Əgər burada разделить, разделяться ayırmaq, amma разделиться, fikir verin, burada sə var. Sə əgər varsa, o zaman baxın, kimsə ayırmır sizi. Burada kimsə qrupları bölür,
komandaları bölür. Amma burada əgər biz əmr formasında desək, разделитесь на две команды. İki komandaya bölünün. Bir nəfər də əmr edir və yaxud xahiş edir həmən komandaya ki, onlar özləri seçim etsinlər və iki qrupa ayrılsınlar, bölünsünlər, belə deyək. Burada kimsə bir komandanı bölür, bir nəfər bölür və öz istəyinə uyğun bölür. Amma burada bu seçimi komandanın özünə verilir və komanda özü iki qrupa ayrılır. Yadınızda saxlayın. Siyah varsa, deməli komanda özü seçim edir və iki qrupa özü ayrılır, bölünür. İki komandaya bölünün. Burada böl, amma əgər разделитесь, o zaman bölünün olacaq. Növbəti feil. Протянуть, протягивать. Uzatmaq. Протяни руку. Əlini uzat. Cəmdəti artırılır. Протяните. Uzadın. Не протягивай ноги. Ayaqlarını uzatma. Burada fikir verin. İnkarda başqa feillə quruldu. Не протягивай. Uzatma. Не протягивайте. Uzatmayın. Протяните этот шнур еще на 2 метра. Bu şnuru еще на 2 метра. Əlavə 2 metr uzadın. Протяните. Uzadın. Burada uzadın deyəndə hardansa başlayıblar və siz istəyirsiniz ki, yenə 2 metr əlavə olaraq uzatsınlar. Burada şnurda demək olar. Eyni zamanda əgər elektrik naqilidirsə, bu zamanda elektrik naqili kimi tərcümə edilə bilər. Протяните uzadın eyni zamanda dartın kimi də demək olar. Əlavə 2 metr dartın. Протяните. Bir də var растянуть, растягивать. Nə zaman bu söz məhz dartmaq kimi tərcümə olur? Burada dartmaq deyəndə məhz əlinizlə dartıb çəkirsinizsə, o zaman растянуть, растягивать feilindən istifadə edəcəyik. Enləndirmək mənasında olacaq bu feil. Растянуть, растягивать. Həm enləndirmək deməkdir, eyni zamanda расширить də enləndirmək deməkdir. Deməli, bu sözlər hər ikisi enləndirmək kimi tərcümə edilə bilər. Растянуть sadəcə paltarı enləndirirsiniz, amma расширить, məsələn, yol dardır və kimsə onu enləndirmək istəyir. Sadəcə расширить feili biz əmr xahiş formasında çox az istifadə edirik. Mən sizə bunu yazmadım. Sadəcə tərcüməni bilin bu sözün. Və bilin ki, растянуть, растягивать hər hansı bir əşyanı dartmaq, enləndirmək. Amma расширить yolu çox vaxt enləndirmək. Və var тянуть, потянуть, dartmaq. Bu sadəcə dartmaq deməkdir. Tutub dartmaq. Тянуть, потянуть. Растяни резинку. Rezini dartıb çək. Растяните резинку. Rezini, burada rezin deyəndə paltar rezini nəzərdə tutulur. Rezini dartıb çəkin. Eyni zamanda растяни юбку. Ətəyi enləndir. Не растягивай брюки. Не растягивай daha çox deyilir. Enləndirmə, dartıb çəkmə. Deməli, şalvarı enləndirmə. Не растягивай брюки. Потяни веревку. İpi çək. Daha doğrusu dart. Dart da deyə bilərik, çək də deyə bilərik. Dart desək daha yaxşı olar. Потяни веревку. İpi dart. Dartma olacaq не тяни. Не тяни. Po düşür. Ne. Əlavə olunur. İnkar. Не тяни. Ni kimi tələffüz olunacaq. Не тяни. Dartma. Bir də var расстегнуть, расстегивать və застегнуть, застегивать. Burada baxın sadəcə bu sözlər oxşar tələffüz olunur. Растянуть, растягивать və расстегнуть, расстегивать. Yazılışca çox fərqlənir. Eyni zamanda tərcümələrdə tam fərqlidir. Amma растянуть və расстегнуть. Fikir verdiniz? Растянуть, расстегнуть. Burada ya var, amma i kimi tələffüz olunur. Растянуть. Burada da g əlavə olunur. Расстегнуть. Və burada ikili s var, amma bir s kimi eşidilir. Расстегнуть, расстегнуть.
Burada y'yə vurğu düşmür. İ kimi tələffüz olunur. İkili s, bir s kimi tələffüz olunur. Və burada ya i kimi tələffüz olunacaq. Buna görə də oxşar tələffüz olunurlar bunlar. Расстегнуть, расстегивать. Açmaq deməkdir. Amma nəyi? Paltonun və ya gödəkçənin üzərində düymə varsa və yaxud zamok varsa, onları açmaq nəzərdə tutulur. Yalnız və yalnız paltarın üzərində düymə və yaxud zamok varsa, bu zaman bu feillərdən biz istifadə edəcəyik. Расстегнуть, расстегивать, düyməni açmaq. Застегнуть, застегивать, düyməni və yaxud zamoku bağlamaq. Burada məhz düymə sözü ilə və yaxud zamok sözü ilə biz işlətmirik, yox. Əgər biz gödəkçəni deyiriksə, gödəkçəni aç və yaxud paltonu bağla deyiriksə, bu zamanda bu sözlərdən biz istifadə edəcəyik. Burada əsas paltarın özünü siz açıb bağlamaq istəyirsinizsə, bu sözlərdən istifadə edəcəyik. Deməli, расстегни верхнюю пуговицу. Üst düyməni, pugvitsa düymədir. Burada o eşidilmir. Pugvitsa. Pugvitsu. Pugvitsu. O düşür. Pugvitsa a, fiildən sonra a-uya keçir. Pugvitsu верхнюю üst. Üst düyməni aç. Расстегни, aç. Открой, закрой deməyəcəyik dostlar. Открой, закрой pəncərəni olar, qapını olar, siyirməni olar, hər hansı bir mebeli olar. Amma paltarı aç bağla dediyimiz halda biz bu feillərdən istifadə edərək deməliyik. Расстегни пуговицу. Верхнюю пуговицу. Üst düyməni aç. Paltarın özündə nəzərdə tutulur. Ola bilsin paltonun üzərində və yaxud köynəyin üzərində. Не расстегивай куртку. Холодно. Gödəkçəni açma. Soyuqdur. Burada расстегивай deyəndə fərqi yoxdur. Kurtkanın üzərində nə var? Düymə var və yaxud zamok var. Biz sadəcə aç deyirik. Və yaxud açma. Burada не расстегивай, açma. Не расстегивай куртку, холодно. Не открывай куртку deməyəcəyik dostlar. Yadınızda saxlayın. Не открывай, можно дверь. Не открывай окно. Amma gödəkçəni biz deyiriksə, olacaq не расстегивай. Не расстегивай. Расстегни, не расстегивай. Və yadınızda saxlayın. İnkarda başqa cürdür, adi halda başqa cür. Расстегни. Расстегни куртку, не расстегивай куртку. Gödəkçəni aç, gödəkçəni açma. Застегни пальто. Paltonu bağla. Не застегивайте, не застегивай. Bağlama, bağlamayın. Burada mən təkdə verdim. Siz yalnız və yalnız T artıraraq cəmdə demiş olacaqsınız. Расстегни, расстегните. Не расстегивай, не расстегивайте. Застегни, застегните. Не застегивай, не застегивайте.